Bəs Tanrı anlayışı olmayan vaxtlarda yaşayan insanlar hara gedəcək yazıbdır. Ümumiyyətcə, o hansı dönəm olub, hansı vaxt olub ki, o vaxt insanlarda Tanrı anlayışı olmayıb. Tanrı deyəndə onlar Tanrı deyirlər, biz müsəlmanlar Allah deyirik. Yəni, o hansı dönəm olub, hansı zəmanə, vaxt olub ki, o vaxt insanlarda Tanrı anlayışı olmayıbdır. Yəni, insanlar hər dönəmdə Allaha inanan insanlar olubdur. Hətta İslam dini gəlməmişdən öncə belə insanlar Allahın varlığını qəbul edirdilər. Başa düşürdülər ki, yaradan var. Bu dünyanı xəlq eləyən, insanları xəlq eləyən Allah var yəni. Heç nə boş-boşuna yaranmayıb, öz-özündən yaranmayıb da. Hətta İslam gəlməmişdən öncə belə insanlar Allahın varlığına inanırdılar. Başa düşürdülər ki, yaradan var. Sadəcə burada yazılır ki, bəs Tanrı anlayışı olmayan vaxtlarda, o hansı dönəm olub ki, o vaxtda Tanrı anlayışı, yaradan anlayışı olmayıb insanlarda. Hətta bizdən nəinki 14 əsr öncə, 20 əsr öncəyə qayıtsaq, 30 əsr öncəyə qayıtsaq, hətta 100 əsr öncəyə qayıtsaq belə insanlar yaradanın, Allahın var olduğunu qəbul edirdilər, inanırdılar.